Sizcə bir təyyarə nə qədər bahalı ola bilər? 10 milyon, 100 milyon, bəs 1 milyard dollardan çox? Bəli, dünyanın ən zəngin insanları və dövlət başçıları üçün hazırlanmış bəzi təyyarələr var ki, onların qiyməti inanılmazdır. Bugünkü videoda dünyanın ən bahalı təyyarələrinə birlikdə baxacağıq. Təyyarələr təkcə nəqliyyat vasitəsi deyil, həm də güc, status və lüksün simvoludur. Dünyanın ən bahalı təyyarələri təkcə sürət və təhlükəsizlik baxımından deyil, həm də iç dizaynı və sahib olduqları texnologiyalarla seçilir. Gəlin, dünyanın ən bahalı və lüks təyyarələrinə nəzər salaq. Amerikanın indiki prezidenti Donald Trump da şəxsi təyyarəyə sahibdir. Trumpın sahib olduğu bu təyyarə Microsoft'un həm təsisçilərindən birinə, Paul Allenə məxsus idi. Prezident Trump bu təyyarəni almaq üçün 100 milyon dollar ödəyib və tamamilə lüks üslubda dizayn edilib. Təyyarənin oturacaqları qızıl detallarla işlənib, interyerində bahalı materiallardan istifadə olunub. Bundan əlavə, şəxsi yataq otağı, geniş qonaq sahəsi və böyük əyləncə sistemi mövcuddur. Təyyarədə 23 sərnişin yeri var. Əlavə rahatlıq üçün kabinədəki divanlar çarpayıya çevrilib. Rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi Boeing 767-33A IR modelidir və təxminən 170 milyon dollar dəyərindədir. Bu təyyarə Bandit adı ilə tanınır və yüksək təhlükəsizlik sistemlərinə malikdir. O, müasir raket əleyhinə sistemlər və geniş lüks yaşayış sahələri ilə təchiz edilib. Bu, dünyanın ən məşhur kommersiya təyyarələrindən biridir. Amma varlı insanların çoxu ondan şəxsi məqsədlər üçün istifadə edirlər. Məsələn, Çinli investor və multimilyarder Joseph Lau 153 milyon dollar dəyərində olan Boeing 747 təyyarəsinə sahibdir. Boeing 747-nin əsas xüsusiyyətlərindən biri onun hündür mərtəbəli olmasıdır. Burada biznes klass yuxarı mərtəbədə, ekonom sinif isə aşağıdadır. O, göydə rahat və komfortlu bir evə bənzəyir. Bruney Sultanı Həssən Al-Bolkiah da dünyanın ən bahalı şəxsi təyyarələrindən birinə sahibdir. Boeing 747-400 modeli əsasında qurulan bu təyyarənin qiyməti 400 milyon dollardır. Təyyarənin içi qızıl və nadir materiallarla bəzədilib. Xüsusi kral otaqları, lüks yaşayış sahələri və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş bu təyyarə əsl uçan saraydır. Rusiyalı milyarder Alisher Usmanovun şəxsi təyyarəsi Airbus A340-300 dünyanın ən bahalı və geniş şəxsi təyyarələrindən biridir. Təyyarənin dəyəri təxminən 400-500 milyon dollar arasında dəyişir və o, Rusiyanın rəsmi prezident təyyarəsindən daha böyükdür. Usmanovun bu təyyarəsi xüsusi təhlükəsizlik sistemləri, geniş yaşayış sahələri və yüksək texnologiya ilə təchiz edilib. Konfigurasiyasına görə 300-dən çox sərnişin qəbul edə bilər, saatda 567 mil sürətinə malikdir. Dünyanın ən böyük sərnişin təyyarəsi olan Airbus A380 bir çox aviaşirkət tərəfindən istifadə edilsə də, Səudiyyə şəhzadəsi Əl-Valid bin Təlal Əl-Səud onu şəxsi təyyarəyə çevirmək qərarına gəlib. 500 milyon dollar dəyərində olan bu təyyarə tamamilə lüks interyerə sahibdir. Onun daxilində mərmər vanna otaqları, qızıl və bahalı mebellər, özəl konferans otaqları, 2 Rolls-Royce avtomobil üçün qaraj, atlar və dəvələr üçün tövlə, qırğı quşlar üçün xüsusi yer və namaz otağı vardır. Fırlanan namaz otağı daim Məkkəyə istiqamətlənir. Şəhzadə hava gəmisini qızıla tutmağı əmr etmişdir və bu ona təxminən 60 milyon dollara başa gəlmişdir. Bu təyyarəni uçan saray da adlandıra bilərik. Bu təyyarələr sadəcə nəqliyyat vasitəsi deyil, zənginlik və gücün zirvəsini göstərən uçan saraylardır. Dəyərli izləyicilərim, bəs siz belə bir təyyarəyə sahib olsaydınız, onu necə dizayn edərdiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.